Salam, bugün sizlə Redkalinka'dan 21-ci dərsə baxırıq. В деревне и на даче, kənddə və bağ evində. Yeni sözləri oxuyaq. Slesar, çilingər, mərtəbə, etaj, çırdaq, çardaq, podval, zirzəmi, veranda, mansar, banya, hamam, посуда, qapqacaq, skovoroda, tava, kastrulya, qazan, dver, qapı, камин, divar peçi, раковина, əl yuyan, qap yuyan, moyka, mikrovolnovka, qızdırıcı, посудомоечная машина, qap yuyan maşın. 15-ci sözə keçdik. Unitaz, elə unitazdır. Lestnitsa, pilləkən, vешалка, asılqan, полотенце, dəsmal, əl dəsmalı, xalat, xalatdır, veş, əşya, reka, axarçay, kamar, ağcaqanad, şaşlıq, kebab, luk, soğan, перец, biber, огурец, огурцы, огурец, xiyar, огурцы, xiyarlar, наверху, yuxarıda, внизу, aşağıda, снаружи, çöldə, eşikdə, внутри, içəridə. 29-cu. Тихий, sakit, шумный, səsli, чистый, təmiz, грязный, çirkli, спокойный, sakit, бесплатный, pulsuz, разный, fərqli, свежий, təravətli, замечательный, gözəl, əsrarəngiz, круглый, dəyirmi, тесный, tünlük, душный, havasız, darıxdırıcı. Угощайтесь, qonaq olun, своими руками, öz əllərimlə, особенно, xüsusən, полгода, yarım il. Диалог. Диалог 1. Birinci диалог. Лена, где ты предпочитаешь жить? В городе или в деревне? Lena, sən harda yaşamaq üstünlük verirsən? Şəhərdə yaxud kənddə? Я предпочитаю город. Mən şəhərə üstünlük verirəm. В городах интересная жизнь. Şəhərlərdə həyat maraqlıdır. Там есть fabriki, zavoды, universiteti, и театры. Orada fabrikalar, zavodlar, universitetlər və teatrlar var. Можно учиться, работать и весело проводить время. Yəni təhsil almaq, işləmək və vaxtını maraqlı keçirmək olar. В деревне скучно, kənddə darıxdırıcıdır. А у меня другое мнение, mənim isə başqa fikrim var. В городах шумно и грязно, şəhərlərdə səslidir və çirklidir. Все люди куда-то спешат, bütün insanlar harasa tələsirlər. А в деревне тихо и спокойно, kənddə isə sakitdir və səssizlikdir. Когда я буду на пенсии, я буду жить на даче. Mən təqaüddə olanda dachada yaşayacağım. Летом там можно ловить рыбу, жарить шашлыки и загорать. Yayda orada balıq tutmaq, kebab qızartmaq və gün vannası qəbul etmək olar. Вот это жизнь. Bax, bu həyatdır. Диалог номер 2. İkinci диалог. Здравствуйте. Это правда, что вы продаете ваш дом? Salam. Bu düzdür ki, siz evinizi satırsınız. Да, мы хотим жить на юге. Bəli, biz cənubda yaşamaq istəyirik. Здесь, конечно, хорошо, но погода очень холодная. Burada əlbəttə ki, yaxşıdır, amma hava çox soyuqdur. Вы знаете, наши друзья сейчас ищут dom. Siz bilirsiniz, bizim dostlarımız indi ev axtarırlar. Сколько у вас этажей? Sizin neçə mərtəbəniz var? У вас есть баня? Sizin hamamınız var? Да, есть баня и огород. Bəli, bağımız və hamamımız var. А дом очень большой и уютный. Ev isə çox böyükdür və rahatdır. У нас есть только один этаж. Bizim ancaq bir mərtəbəmiz var. Но на чердаке очень много места. Amma çardaqda çox yer var. Там у нас есть еще одна спальня. Orada bizim bir dənə də yataq otağımız var. На первом этаже есть кухня, гостиная, две спальни и ванная.
Birinci mərtəbədə mətbəx, qonaq otağı, 2 yataq otağı və vanna otağı var. Внизу есть подвал. Aşağıda zirzəmi var. Там мы храним лыжи, велосипеды и другие вещи. Orada biz xizək, velosiped və başqa əşyalar saxlayırıq. Вот наш телефон. Звоните. Budur bizim telefon. Zəng çalın. Диалог номер 3. Üçüncü dialoq. Виктор, в вашем городе есть метро? Виктор, sizin şəhərinizdə metro var? Нет, наш город небольшой. Xeyr, bizim şəhərimiz böyük deyil. Люди ездят на автобусах и на трамваях. İnsanlar avtobuslarda və tramvaylarda gedirlər. Мне нравится наш город. Mənim xoşuma gəlir bizim şəhərimiz. Он очень зеленый. O çox yaşıldır. Сейчас лето. İndi yaydır. Люди загорают в парках, купаются в озерах и в реках. İnsanlar parklarda gün vannası qəbul edirlər, göllərdə və çaylarda çimirlər. В моем районе тоже есть небольшой парк. Mənim ərazimdə, mənim rayonumda, yəni mən yaşayan ərazidə də kiçik bir park var. Завтра мы идем туда на пикник. Sabahlar biz ora piknikə gedirik. А как твоя жизнь в Москве? Bəs sənin həyatın necədir Moskvada? Тебе нравится большой город? Sən xoşuna gəlir böyük şəhər? И да, и нет. Hə və yox. Я живу далеко от центра. Mən mərkəzdən uzaq yaşayıram. В моем районе нет метро. Mən yaşadığım rayonda metro yoxdur. Поэтому каждое утро я еду сначала на автобусе, а потом на metro. Bunun üçün də mən hər gün səhər əvvəl avtobusla gedirəm, sonra metro ilə. Я еду на работу долго. İşə mən uzun müddət gedirəm. Yəni yolum uzaqdır. Утром в метро всегда тесно и душно, особенно летом. Səhərlər metroda sıxlıqdır və havasızdır, xüsusən də yayda. Но в выходные здесь никогда не скучно. Amma istirahət günləri burada heç vaxt darıxdırıcı olmur. В театрах есть интересные спектакли. Teatrlarda tamaşalar var maraqlı. Летом в парках есть бесплатные концерты. Yayda parklarda pulsuz konsertlər var. Завтра мы с друзьями идем на экскурсию в Кремль. Sabahlar biz dostlarımızla Kreml ekskursiyaya gediriksə. Я живу здесь уже полгода, а еще не была в Кремле. Artıq yarım ildir ki, mən burada yaşayıram, hələ Kremldə olmamışam. Диалог номер 4. Таня, где ты обычно проводишь лето? Таня, sən adətən yay harda keçirirsən? Летом я всегда отдыхаю в деревне. Yayda mən həmişə kənddə istirahət edirəm. Там живут мои бабушка и дедушка. Orada mənim nənəm və babam yaşayır. Летом в нашей деревне очень весело. Yayda bizim kəndimizdə çox şəndir. Многие люди приезжают туда в отпуск. Bura çoxlu adamlar gəlirlər məzuniyyətə. Утром я обычно помогаю по дому или работаю в огороде. Adətən mən səhərlər ev işlərinə kömək edirəm, yaxud da bağda işləyirəm. А днем мы с друзьями загораем и купаемся в реке. Gündüzlər isə biz dostlarımızla gün vannası qəbul edirik, yaxud da çayda çimirik. В выходные здесь есть дискотека. İstirahət günləri burada diskoteka var. Я очень люблю танцевать. Mən rəqs etməyi çox sevirəm. А я провожу лето в огороде, так как у меня отпуск зимой. Mənsə yayı в городе, şəhərdə keçirirəm. Çünki mənim məzuniyyətim qışdadır. Я тоже хочу в деревне. Mən də kəndə getmək istəyirəm. Keçdik на даче. Mətnə ki baxaq. На даче bağda. Добро пожаловать на нашу дачу. Xoş gəlmisiniz bizim bağ evinə. Меня зовут Иван. А это моя жена Vika. Mənim adım İvandır. Bu isə mənim həyat yoldaşım Vika'dır. Сейчас мы оба на пенсии. İndi biz ikimiz də təqaüddəyik. По профессии я слесарь. И мне очень нравится строить. Peşəcə mən
çilingərəm və mənim çox xoşuma gəlir tikmək, düzəltmək. Всю мебель на даче я сделала своими руками. Bağda olan bütün mebelləri öz əllərimlə düzəltmişəm. Снаружи кажется, что дом не очень большой. Çöldən ev çox da böyük görünmür. Но в нем есть 2 этажа, подвал, чердак и веранда. Amma orada 2 mərtəbə, zirzəmi, çırdaq və eyvan var, veranda var, mansard var. Вот первый этаж, budur birinci mərtəbə. Здесь находится гостиная и кухня. Burada qonaq otağı və mətbəx var. На кухне стоит холодильник. Холодильник, плита, mikrovолновка, посудомоечная машина. Burada soyuducu, piltə, qızdırıcı soba və qab yuyan maşın var. Там в шкафу есть кастрюли, сковороды и другая посуда. Orada deyir, şkafda, dolabda qazan, tava və başqa qab-qacaqlar var. А в центре стоит большой круглый стол. Mərkəzdə isə böyük dəyirmi masa durub. Летом мы часто обедаем на веранде, а ужинаем на кухне. Yayda biz çox vaxtı mansardda nahar yeməyi yeyirik, axşam yeməyini isə mətbəxdə yeyirik. Вечером здесь всегда много комаров, поэтому ужин на веранде не самая хорошая идея. Axşamlar burada çoxlu ağcaqanadlar olur. Bunun üçün də şam yeməyini verandada yemək çox da yaxşı ideya deyil, fikir deyil. Эта дверь ведет в гостиную. Bu qapı qonaq otağına aparır. Мое любимое место в гостиной это кресло у камина. Qonaq otağında mənim sevimli yerim bu kaminin yanında, divar peçinin yanında olan kreslodur. Зимой, когда на улице холодно, мы любим сидеть у камина и пить чай с пирожками. Qışda küçədə soyuq olanda biz kaminin yanında oturub pirajki ilə çay içməyi sevirik. Окно гостиной выходит в сад. Qonaq otağının pəncərəsi bağa baxır. В саду есть баня. Bağda hamam var. Какой русский не любит баню? Hansı rus sevmir hamamı? Зимой мы часто приезжаем сюда с друзьями. Biz qışda tez-tez bura dostlarımızla gəlirik. Я думаю, что это замечательная традиция. Mən düşünürəm ki, bu əla ənənədir. А эта лестница ведет на второй этаж. Bu pilləkənlər isə ikinci mərtəbəyə aparır. Там есть спальня и ванная. Orada yataq otağı və vanna otağı var. В ванной есть ванна, унитаз, раковина и зеркало. Vanna otağında vanna, unitaz, rakovina, moyka, yəni və güzgü var. На вешалке в ванной висят полотенца и халаты. Vanna otağında asılqanda xalat və əl dəsmalı asılıb. А вот лестница на чердак. Bu pilləkən isə çardaq aparır. На чердаке мы храним старые вещи и одежду. Çardaqda biz köhnə əşyaları və paltarları saxlayırıq. Внизу находится подвал. Aşağıda zirzəmi var. Там мы храним вино, овощи, разные продукты. Orada biz şərab, tərəvəz və başqa rızıqlar saxlayırıq. Oy, как вкусно пахнет. Oy, necə də dadlı ilə iyi gəlir, qoxuyur. Когда у нас есть гости, мы всегда делаем шашлыки. Bizim qonaqlarımız olanda həmişə kebab hazırlayırıq. Обычно я жарю мясо. Adətən mən ət qızardıram, amma жена готовит салат из овощей. Mənim yoldaşım isə tərəvəz salatı hazırlayır. Свежие помидоры, огурцы, лук и перец. Təzə pomidor, xiyar, biber və soğan. Все эти овощи rastут в нашем огороде. Bütün bu tərəvəzlər bizim bağımızda yetişir. Siz за stol, hər kəs masa arxasına. Uğraşacaqsınız, qonaq olun. Keçdik suallara. Как вы думаете, почему Вика и Иван любят жить на даче? Siz necə düşünürsünüz? Vika və Ivan niyə daçada
yaşayırlar, bağ evində yaşayırlar? Birinci sual. İkinci sual. Сколько этажей есть дома? Сколько этажей есть в доме? Evdə neçə mərtəbə var? Какие комнаты там есть? Orada hansı otaqlar var? Где они обычно обедают и ужинают? Почему? Onlar adətən harda nahar və şam yeməyi yeyirlər və niyə? Dördüncü sual. Что есть в саду? Bağda nə var? А вы знаете, что такое баня? Bəs siz bilirsiniz, hamam nədir? Beşinci. Что они хранят в подвале и на чердаке? Onlar zirzəmidə və çırdaqda nə saxlayırlar? Altıncı. Что они готовят, когда у них гости? Onlar qonaq olanda nə hazırlayırlar? А вы знаете, что такое шашлык? Bəs siz bilirsiniz, şaşlıq nədir? Yəni kebab nədir?